Good morning. Necəsiniz? Ümid edirəm ki, çox yaxşısınız və yenə mən əslində bu 2026-nın ilk vloqudur və sizlərlə bu formada belə enerjik bir salamlaşma eləmək istədim. Necəsiniz? Necə keçir işləriniz, gücləriniz, 2026 həyatınız, necədir vəziyyət? Məndə biraz çox qarışıq keçir və bugün mənə qonaq olacaqsınız. Mənimlə birlikdə bir neçə gün keçirmiş ola bilərsiniz. Bildiyiniz kimi Nigarın bir planı, yəni bəlli başlı bir planı yoxdur. Sadəcə bugün nə tələbəmlə görüşəcəm. Artıq universitetdə yəni abituriyent idi. Mənim yanımda dərslərə abituriyent kimi gəlirdi. İndi isə universitetdə bir tələbədir. Yəni hal-hazırda bir tələbəmlə görüşəcəm. Hal-hazırda dərkən, yəni bugün dərslərdən sonra bir tələbəmlə görüşəcəm və yəni o qədər xoşbəxtəm ki, öz hazırlaşdırdığım tələbələr artıq universitetlərə girirlər və istədikləri ixtisasda təhsil alırlar və s. Bunu yəni sözlə türklər demişkən tarif edemiyorum. Həmin qızla görüşəcəm. Sonrasında da çox ehtimal ki, Fidanla və İradə ilə görüşəcəm. Görək nə olur. Bu çok bir fərqi yoxdur. Bunda bir dənə iceberg yoxdur. Ürəyin hansını istəyir onu seç. Hələ də seçim eləyə bilmirik, təəssüf ki. Qalmışıq belə. Bundan da nə olur? Yəni iceberg olmayan. Slider burger. Okey, bir bu. Götürə bilərsiniz, almalı. Teşekkürler. Çok turşdu ama bu. Bayağı turşdu. Tadına bakmak istəmirsən deyik? Yo, istəmirəm. Çox sağ ol. Tamam. Lale Hanım uzun müddətten sonra ilk dəfə hayatımda bütün her insanlar birləşdirir. Siz də metroya o tərəfdən gələcək. Oradan gedək. Gözləmişik də onsuz da. Bugün ediləcək çox işim var. Arxa fona falan çox da fikir verməyin. Dedim vlogun arxasını çəkim mütləq şəkildə. Bilmirəm ki, nəyi nə qədər çəkə bilərəm. Təsəvvür edin, makyaj eləmişəm. Artıq həqiqətən çox acdığımı hiss elədim, amma vaxtım olmadığı üçün bir dənə belə kofe və albini aldım, özümə götürdüm. Bu da başım boydadır yəni. Ya başım boyda olmasa da üzümün yarısı boydadır. Demiştim ki sağlıklı, sağlam qidalanacağım falan. An itibariyle öyle değil. Neyse dedim vlogu bir başladım. En azından yarımçıq qalmayaq. Bugün kargo götürəcəyik və kargo götürəndə çox heyecanlandığım bir şey olacaq. Orada onu sizə göstərəcəm. Belə yəni başka bir şeyimiz yoxdur. Getdik. Deniz, doydun mu? Çok kısa bir şekilde geleceğe ışınlanırıq Türkler demişken ve yani çünkü videonun o hissəsində bir şey demediğimi anladım. Size bir məlumat vermeden birbaşa konsertə keçirik. Ama ona göre size bir məlumat vermək istəyirəm. Biz Manga'nın konsertinə gedirik ve her şey çok qəşəng keçdi ki siz onları onsuz da görəcəksiniz. O hissələrdə çox da danışa bilmədim əslində. Ona görə buradan danışmaq istəyirəm. Siz o hissəni izləyin, sonra video qaldığı yerdən davam edəcək. Hal-hazırda gəlmişəm çok sağ olun. Hal-hazırda Papa John's'dayım. Burada yemek yiyip oradan da çıkacağım konser yerine getireceğim. Tek başına izin verebilirim. Ama gecen gidelim. Evet arkadaşlar, biz çift olarak geldik. Bugün bizim ilişkimizin dönüm noktası.
İnsanlar yanlış anlayabilir. İnsanlar yanlış anlayabilir. Tamam. Belə buram Buradan su istisna olmaqla içki suyum var mənim. İstəyirsən bir dənə su götür amma özünə. Hayır. Parçaydı. Şimdi çalacağımız parça da bilmiyorum artık, belki yeni ayrılmış olanlar için, yeni ayrılık acısı çekenler için. Bak hemen arkadaşını göster. Oluyor da bu gece aşık olacak olanlar için. Kim bilir? Oo. Hemen sağa sola bakmaya başlayanlar oldu gördüm. Hadi sonunuz ama bu parçaya benzemesin. Cevapsız sorular. Sen gördün çıkış parası. Ha burada da ha. Bence olmalı. Bence Bura olmasa da oradan da yola salacaklar. İşte insanlar azaldı. Evet. Hoş geldiniz bir daha. Video qaldığı yerdən təbii ki davam eləyir. Aldıqlarımın göstərmədiyimi fərqinə vardım. Bunlardan biri biz kargo almaya getdik. Sadəcə sonra videonun o hissəsi yoxdur. Niyə yoxdur? Çünki həmin ərəfədə yaddaşım dolmuşdu falan. Onları biraz düzəltməyə çalışdım. Və nə aldığımı sizə göstərəcəm. Əslində bunun reelsini çəkmişəm və shorts olaraq, reels olaraq atdım TikTokda və YouTube shortslarında var. İzləyə bilərsiniz oradan əlbəttə. Sadəcə təkrardan sizə göstərmək istəyirəm. Baxın. Çox xoşuma gəldi ümumi olaraq. Belə içərisini sizə belə göstərim. Mən Matte Notebook'dan da istifadə edirdim. Bu da onun eyni dizaynıdır. Sadəcə rəng tonu olaraq daha ağdı. Belə göstərim. O daha sarı tonlardaydı vərəq olaraq. Amma dizayn olaraq hər ikisi də bir-birinə təxminən oxşadığı üçün çox sevdim və dedim bu mənim olmalıdır. Və yəni əslində bəyəndiyim üçün də çox da digər ajandaların dizaynlarını da çox bəyənmədiyim üçün bəzən baxdım trend olan alarkən çox da bəyənmədim açıqcası. Ona görə dedim ki, elə təxminən eyni olanı alım. Amma fərqli bir marka olsun, fərqli bir şey prov eləyək falan dedim. Ona görə bunu aldım. Sizə bugünkü alışverişdən nələr almışam, onları göstərəcəm. Çox minik bir alışveriş elədim və ümumiyyətlə çox sevdim bu alışverişi və sizlərdən bölüşmək istəyirəm. Hal-hazırda endirim var, amma bilmirəm siz bunu izləyəndə, bunun editi bitəndə və s. yəni bayağı keçmiş ola bilərmi, yoxsa yox, onu bilmirəm, amma mən göstərirəm hal-hazırda. İlk öncə bu formada 2 dənə şampun aldı. Bu şampundan biz onsuz istifadə edirik. Bu sulfatsız şampunlardır. Siberiya məhsulları deyirlər bunun. Bu marka o həmin yerdə deyəsən tam dəqiq bilmirəm, amma çox qəşəng bir formada endirmə düşüb. Təbii ki, çox bahalı bir markadırmı? Xeyr, amma çox endirmə düşüb. 70% endirmə düşüb, yoxsa neçə faiz endirmə düşüb bilmirəm, amma 5 manat almışam. Biri 5 manata, mükəmməldir, sulfatsızdır, saça çox böyük ziyanları yoxdur yəni. Ola bilərsiniz. Bu həmçinin belə şey üçündür, belə doldurmaq üçündür falan. Biz də yəni aldıq. Güzel, yəni güzel, hoş, sevdik. Və yaşıl çaydan hələ də içməmişəm, təsəvvür eləyin. Çox sevdiyim bir alışveriş oldu bu əslində. Niyə? Mən yeni ildə düşünürdüm ki, özümə Revolution'un belə minik bir seti var idi. İçində, indi göstərəcəm sizə, içində çox prov etməyə yəni prov etmək üçün heyecanlandığım bir set idi. Və niyəsə ala bilmədim. Mən almaq istəyəndə də stokdan bitdi. Amma indi stokda var idi və mən gedəndə sadəcə bircə dənəsə qalmışdı. Endirimə düşmüşdü 17 manat 50 qəpiyə. Dedim ki, bu fürsəti qaçırda bilmərəm. Dedim, Nigar almalısan və aldım. Nədir bu? Fiksator, pudra və sponcu. Mən fiksator çox istifadə edən bir insan deyiləm normalda. Pudra da çox istifadə edən bir insan deyiləm. Sponcu istifadə edirəm, okey, bu başqa məsələ. Amma fiksator istifadə etmək lazımdır. Bəzən özəl günlər həqiqətən ehtiyac hiss edirəm və pudra da istifadə etməyə ehtiyac hiss edirəm və aldım bunları. İndi sizin için göstərəcəm. Ehtimalla mən xəstələnəcəm.
boğazımda o ağrını hiss edirəm. O ki olur ilk öncə burada başlayır o belə qəribə bir ağrı. Nəysə, sizdən uzaq. Təbii ki, mən bunu açmışam. Dənizərgi ilə göstərməliydim axı, yəni normal olaraq. Fiksator, bir pudra, sponçu. Belə göstərəm. Çox minik, çox tatlı. Mən bunu açacağım. Okay. Bilirsiniz ki, üz baxım məhsullarına çox önəm verirəm. Yəni makiyajdansa ilk öncəlikdə bu nə bilim hyaluronik asididir, C vitaminidir, üzümə gelidir, köpüğüdür falan. Bunlara çox önəm verirəm. Asidləri falan. Ona görə belə bir marka İlk dəfədir görürəm. Yes No. Orada çox təriflədilər. Həmçinin də Bantikin öz storylərindən də çox gördüm. Dedim ki, o zaman mən bunu istifadə eləyərəm. Bugün bunu prob eləyəcəm. Bu videonun editində xoşuma gəlsə yazacağım. 1-2 gün sonra onsuz edit bitəcək falan. Altda yazacağım ki, üzümdə bir dartınma oldu mu yoxsa yox. Çünki mən o şeyi çox sevmirəm. Bəzi markalarda çünki ad verib markanı da pisləmək istəmirəm. Çünki bir tərəfdən mənim üzümə oturmamış ola bilər. Mənim üzümdə üst-üstə düşməmiş ola bilər. Yəni üzümə uyğun olmamış ola bilər. Başqa üzlər üçün, başqa dəri tiplər üçün çox okeydir bəlkə də. Amma mənə çox da uyğun gəlmədi bəzi markalar. Nəysə, yəni onları pisləmək istəmirəm. Bunu prob edib sizə deyəcəm. Sonra Rimmel Health Products belə bir marka var. Bunun içində arbutin, hyaluronik asid. Hyaluronik asid xəstəsiyəm. Çox sevirəm. O makyaj üzdə parıldasın, nəmli görünsün falan, canlı görünsün. Yoxsa mən mat makyaj qətiyyən sevmirəm. Məncə o hiss olunur. Adi bir makyaj eləyəndə belə, yəni mütləq ki altında hyaluronik asid, C vitamini falan mütləq olsun ki günəş qoruyucu ilə bir yerdə unutmayın yəni bunları. Trendyolda satılırmış və bu markada yəni endirmə düşmüşdü. Dedim okey və endirmə həqiqətən 7 manata düşdü. Dedim okey alaram və mən Bantikə həqiqətən güvənirəm bu baxımdan. Arzum Beauty'yə də güvənirəm, Bantikə də güvənirəm. NYX falan bitib və mən gənclikdə NYX stendində yəni heç nə tapmadım. Söz əsasında heç nə yoxdur. Bilmirəm başqa hardasa NYX-dən nəsə yəni başqa yerlərdə NYX-in stendləri, NYX-in mağazaları varsa mənə deyin. Mən gəncliyə güvənirdim. Bir neçə dəfə də oradan almışam. Hal-hazırda yoxdur. Və mən konsilersız qaldım. Cümləni də qura bilmədim bir tərəfdən. Ona görə düşündüm ki, mənə bir concealer lazımdır. Tez bazar idarə edə bilmək üçün Golden Rose'dan bu Just Touch concealer'ını aldım. Okeydi yəni. Sizlə bu tipli şeyləri danışmaq falan çox sevirəm. Bu 2026-nın ilk vlogudur. Amma belə bir şey düşündüm. Bəlkə də siz bundan öncə bir dənə video izləyəcəksiniz. Bir dənə vlog deməyim də qız-qıza söhbət kimi 2025-i toparlamaqla əlaqəli bir vlog izləymiş olacaqsınız onsuz da. Əgər izləməmisinizsə də o vlogu izləyin. Bilmirəm day. İnşallah 2026 hər biriniz üçün çox qəşəng keçər. Bəlkə də bu video fevralda yüklənəcək, bilmirəm. Başım çünki çox qarışıqdır son dönəmlərdə. Hər kəs üçün xeyirlisi olsun inşallah. Bugünlük bu qədər deyək. Məni izlədiyiniz üçün çox təşəkkür edirəm. Ümid edirəm hər şey gönlünüzcə olsun. Ürəyiniz istədiyi kimi keçsin və məni izləməyi unutmayın. Bye bye.